İbn Ömer radiyallahu anh rivayet edir ki, Allah'ın Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Muhammedin canı əlində Allah'a and olsun ki, əgər Allah üçün bir-birini sevən iki insanın arası pozularsa, bunun səbəbi onlardan birinin etdiyi günahdır. Əl-Münəvvir rahimehullah bu hədisi şərh edərək deyir, yəni onların ayrılığı etdikləri günaha görə bir cəzadır. Buna görə də Musa əl-Kəzim rahimehullah belə demişdir. Əgər dostun sənə qarşı münasibətin dəyişibsə, bil ki, bunun səbəbi sənin etdiyin günahdır. Ona görə də günahlarından tövbə et ki, onun sənə olan məhəbbəti davam etsin. Əl-Müəzzin rahimehullah isə demişdir, əgər qardaşlarının sənə qarşı münasibətinin pisləşdiyini görsən, Allaha tövbə et, çünki sən mütləq bir günah etmirsən. Əgər qardaşlarının sənə daha çox sevgi göstərdiyini görsən, bunun səbəbi sənin Allah itaətini artırmandır. Ona görə də bunun üçün Allah Azze və Celle'yə şükür et. Əs-Sənəy rahimehullah bədisi şərh edərək deyir, Allah günah səbəbilə böyük mükafatı olan qardaşlıqdan insanı məhrum edir. Həqiqətən də günahlar itaətin bərəkətini məhv edir. Sələflərdən Fudey ibn İyad rahimehullah belə demişdir. Həqiqətən də mən Allaha itaatsizlik etdikdə bunun nəticəsini qulluqçumun, arvadımın, hətta minik heyvanımın davranışında görürəm.